Salam, hər vaxtınız xeyir olsun. Bu günləri mən Almanların mətbəxindən kuxennin piroqun hazırlanmasının reseptini sizə təqdim edəcəm. Əgər kanalıma abunə deyilsinizsə, videoma keçid edib, sona qədər izləyib, bəyən atıb, abunə olmağı unutmayın. Öncədən hər bir kəsə öz təşəkkürümü bildirirəm. 50 ml ılıq suyun içərisinə 1 çay qaşığı quru mayanı əlavə etdim. 1 çay qaşığı şəkər tozu, 1 çay qaşığı unu əlavə edib kənarda mayalanmağa qoydum. Xəmir hazırladığım qabın içərisinə 3 ədəd yumurtanı sındırdım. 500 ml ılıq sütü yavaş-yavaş yumurtanın içərisinə əlavə edib qarışdırdım. Öncədən ələnmiş 700 qram unun içərisinə əlavə etdim. Az duz əlavə etdim. 2 xörək qaşığı duru yağı, 100 qram kərə yağını əridib həmin qarışım içərisinə tökdüm. Kənarda saxladığım mayanı da həmin qarışım içərisinə tökdüm və yavaş-yavaş xəmiri hazırlamağa başladım. 1 ədəd də vanil tökdüm. Xəmir bu cür alındı. Üzərinə 1 çay qaşığı duru yağı sürtüb 4-5 saat müddətində maylamağa saxladım. Kənarda umaca hazırlamaq üçün 130 qram yumuşaq kərə yağının üzərinə 200 qram un, 100 qram şəkər tozu və 1 ədəd vanil töküb umac hazırladım. Umac bu cür hazır oldu. Üzərinə 2 xörək qaşığı şəkər tozu, 2 xörək qaşığı smetan, 1 ədəd yumurta, az da çay soda əlavə edib qarışım hazırladım. Məndə piroq 2 ədəd alındı. 180 dərəcə isti sobada 30-35 dəqiqə pişməyə qoydum. Artıq piroqlarım hazır oldu. Göz haqqınızı halal edin. Allaha əmanət olun. Əgər videomu sona qədər izləmisinizsə, abunə olub bəyənməyi unutmayın. Allaha əmanət olun.